Sən axtarıram da bioloji valideynlərini axtarır. İllərdir, bu neçə il əvvəldən bizə müraciət edibdir. Nigar. Mən Səfərova Nigar Şahin qızı 8 oktyabr 1980-cı ildə dünyaya gəlmişəm. Bioloji valideynlərimi axtarıram. Anam məni 2 aylıq olarkən uşaq evindən, 2 nömrəli uşaq evindən götürür. 18 yaşım olanda nənəmə yaxınlaşdım. Dedim, ay nənə, mənə düzünü dinləndə. Nənəm başladı ağlayarkən dedi ki, hə qızım deyir, belə deyir. Amma deyir, sənin ayağın çox rozulu oldu, çox belə. Yəni, sən bu evə deyir, yaxşı bir şey gətirdin də, yaxşı, ayağın rozulu oldu, qardaşın dünyaya gəldi. Anama səslənmək istəyirəm ki, mamam, sən mənim üçün dünyanın ən gözəl analardan birisən. Baxmayaraq ki, mən axtarıram, baxıram, bilmək istəyirəm kimdir. Amma sənin yerini heç kim verə bilməz. Sən mənim dünyamsan, sən mənim hər şeyimsən. Əminsən ki, sənə anandan şad xəbər verəcəm. İnşallah. Analıq etməyən, mən səni başqa heç nə ehtiyacım yoxdur. Sadəcə prosta həm üzünü görmək istəyirəm, bilmək istəyirəm. Bəlkə heç atamın mənim xəbəri yoxdur. Sənə bir şey deyim də, sənin doğma ananın adı Tamilla olubdur. Bu 15 ildə səni atan Tamilla xanım istəsəydi bura gələ bilərdi? Конечно gələrdi, əlbəttə gələrdi. Sadəcə onu axtarmağa dəyərmi? Nə bilim, yenə də anadır da. Yəni mən onu bağışlayaram, vallahi bağışlayaram. Mama özü də dedi ki, Nigar, əgər prosta bilməkdir, mama deyir, mənə də maraqlıdır deyir. Görəsən deyir, bu cüruna deyir, gözəl qızı kim atardı deyir. Mama bir şey deyir ki, getdimdir götürməyə, evlad götürməyə. Gördüm bir dənə qız deyir, başına bir dənə biri ağ ləçək bağlayıblar, gözlərin də iri idi deyir. Baxdım mənə güldün deyir. Dedim, yox mən bu qızı götürəcəm deyir. Onda neçə? 2 aylıq, 2 ay. Hə, 2 ay.